Salam, hər vaxtınız xeyir mənim izləyicilərim. Necəsiz? Bilirsiniz ki, mən daha çox danışdığım mövzu nədəndir? Saxta keçirilən imtahanlardandır. Və bunu ömrümün sonuna qədər deyəcəm. Bəlkə də dayandıracağım. Yəni qurum dəyişsə, təşkilatçılıq dəyişsə. Bu deyir sizə, bu 30 balı keçə bilməyən nə müəllimdir? Bu günlərim 30 balı keçənlər 70-80% müəllim deyil. Deyirsiniz, baxıram, həqiqətən də paylaşırlar. 6000, 8000, Xaçmazda olub, harda olub, bu İmişlidə də var, bu Ağcabədidə də var, bu Biləsuvarda da var. Bu pul məsələsi hamısında var. Regionalların hamısında var, əzizim. Heç kim deyə bilməz. Bu pulu təlimçilər yığır, bunlar kimdən əlbir olur. Bu pulu direktor yığır, direktor müavini yığır. Həqiqətən də var. Bu günlərim onlar bilir ki, kimdən pul almaq lazımdır. Və bu günlərim çox rahatlıqla da sizə demişdim, axı 3 qrupa ayrılırlar müəllimləri. Təmənnasız olaraq imtahana girir, kəsilir. Təmənnasız olaraq imtahana girir. Heç bir problem olmadan balını toplayır. Yəni müdaxilə olunmur kompüterlarına, nasazlıq yaranmır. Bir qrupu isə problem yaşayır. Yarısı pul verir içindən, yarısı da kompüterlarda müdaxilələr, nasazlıqlar, müəllimi narahat etməkləri. Bu hər şey var. Deyirlər ki, kameralar açılsa bilinər, açmırlar. Çünki bugün mənim nazirim həqiqətən də o kəsilən müəllimlərə inansaydı, imtahan təşkil edənləri 26'lar kimi düşsəydi, onda bilərdim ki, həqiqətən də vicdanlı bir nazirim var mənim. Bugün nazir məni eşitmədi. Bugün nazir orada göz yaşı tökən müəllimləri eşitmir, deyirsən savadsızsan. Aç o kameraları. Aç o kameraları. Gətir o təşkil edilənlərin telefonlarını qoy masaya. DTX qarışsın bu işə. Qoyun masalara. Görün hansı hoqqalar verilir, hansı oyunlardan çıxılır. Müəllimləri necə kəsirlər. Say qoyublar. Necə ki bu imtahanlarda da var ki, bu baldan keçməyənlər kəsilir ha. Yəni eynən onun kimi say qoyurlar. 1000 müəllim, 5000 müəllim, 3000 müəllim kəsilməlidir vəssalam. Nə yolla olur olsun. 60 yaşı var, məcbur göndərirlər imtahanlara. Könüllü göndəriblər, falan yüksək bal toplayıb, hamı yüksək bal toplayar, 30'u da keçər, müdaxilə etməsəz. Mən ümid edirəm ki, vaxtı gələcək həqiqətən də inanacaqlar. O göz yaşı tökən müəllimlərə inanacaqlar. O hadisələr həqiqətən də baş verir. Bunu mən də yaşadım. Bunu mən gözümlə gördüm. Haqsızlığı mən gözümlə gördüm. Amma yaşayıram. Hamımız yaşayacağıq və hamımız nə olduğunu görəcəyik. Keçən il bizə inanmayan müəllimlər indi o hala gəlib düşüblər. İniş il biz danışanda ki, bəs belə bir problemlər var, yox ola bilməz, savadsızdılar, 30 bal. O yazanlar var ha, siz çox şeyi bilmirsiniz. Say qoyublar, o saydan o tərəfə keçməməlidir. Qəsdən də olsa imtahandan o müəllimləri kəsirlər, müdaxilə edirlər. Pulu alandan alırlar, pul lazımdır axı, şakaya pul lazımdır. Deməyin ki, belə bir şey yoxdur. Var. Çox təəssüflər olsun ki, biz düzəlməyəcəyik. Biz Azərbaycan olaraq düzəlməyəcəyik. Bizim təhsilimiz idarə edən puldur. Pulun varsa, mek sinifində olacaq. Pulun varsa, məktəbdə də işləyəcəksən. Pulun varsa, hər yerdə birinci sən olacaqsın. Amma biz özümüzdən o dünyaya pul aparmayacaq. Bu dünyada saxlayacaq o haram pulu. Övladlarımız, nəvələrimiz yiyəcək. Amma sonra da qusacaqlar. Ona görə də vicdanla işinizi görün. Başınıza qoyduğunuzu unutmayın.